Bugün A204 qrupunun iki skeç tamaşasını izləyəcəksiniz. Çox maraqlı tamaşalardır, çox maraqlı səhnəciklərdir. Uşaqlar 3 ay müddətində çox əziyyət çəkiblər, improvizasiya aktyorluğun ilk dadını çıxardacaqlar. Onları bu yolda dəstəklədiyiniz üçün təşəkkür edirəm. Baxaq görək nə hazırlayıblar. Necəsiz qızlar? Yaxşı, çox sağ olun. Necəsiz? Çox sağ olun. İşlər güclər necədir? Yaxşıdır, çox sağ olun. Öncelikle. Ne var bugün menüdə? Bugün 2 dənə skeçimiz var. Birincisi aristokrat ailələrin Instagrama verdiyi bir müsabiqə elanıdır, hansı ki görəcəyik ki, orada 10.000 manatlıq pul mükafatını hansı ailə qazanır. Yaxşı, baxaq görək nə var. Elan elə mən üçün yaxşı eləmişəm, zəng eləmişəm. Görüm. Hindoş! Hondoş! A köpək onu yetmi, bura gəl. Gəl bura. Gəl bura. Keç, oturun orada. Oturun burada. Otur sizə dərs. Orada, qardaşımın yanında. Yetimçə, otur. Bizə gələcək aristokratlar elan yazıblar. Nə? Aristotellər. Hə, sən bildiyin dildən. Gələcəklər. Deməli bizə şey verəcəklər. Nədir onun adı? Kim yaxşı ailə aristokrat olsa, onlara 1 milyon, 10 milyon dollar pul verirlər. Kim özünü belə mədəni formada aparsa, şey eləsə, yəni duruşu, oturuşu, onlara 10 milyon dollar pul verirlər. Özünüzdə nə edirsiniz? Sən, əsasən də sən. Sənin tuvaletin gəlir, demək, ay kakam var, ay nə bilim nə, elə şeylər olmayacaq. Sən nə edirsən? Sənin də corabın cırıq deyil, yaxşısan? Hə. Yox. Əlini dəyişmə, iyi vermirsən deyə baxam. Hər şey itiylənirsən ona görə. Mallarla getmə. Deməli nə olacaq? Oturursunuz, gələn kimi deyirsən, hos qadan alem, belə eləyirsən, hə. Belə eləyəndən sonra, qadan alem deyəndən sonra oturacaqsan, onlar sənə suallar verəcəklər. Sən o suallara cavab verəndən sonra hamısını sənə dəyərləndirəndən sonra 10 milyon dollar verəcəklər, eşitdin? Hə, bizə 10 milyon. 10 milyondan asıb sizin üzünüzə tüpürəcəm. Dədən də bir zibil deyil onsuz da. Hə. Gəldilər. Salam, hoş gəldiniz. Hoş gördük. Bunlar deyəsən Dubaydan gəldi. Salam. Hoş gördük. Salam verək. Hə, deyirlər də hoska. Dur oğlum. Hə. Hoskadan amə tərsiz. Bunlar Kitay dilidən bilir. Böyle kültürlü ailədirlər, nə gözəl, nə gözəl. Çox gözəl. Bizim sədrimiz var, ən böyüyümüz, o da gələcək. Amma biraz gecikirdi. Normalda ailələrə gəlmir, amma bugün dedi gələcək. Oo, gəlməyə bilər xanım, siz Buna də görə danışırsınız. birazdan başlayacaq müsahibəyə. Ay qəşək. Min dəfə deyirəm ki, sən suyu açıq qoyma orada. Salam. Sədriniz budur. Şamız xeyir. Bu sizin sədriniz. Bəli, burada. Salam, kimlərdir bunlardır? Tez filmə çıxaq gedək. Bəli. Başında yol tapıyor. Hə. Başlayaq sədr. Başlayın. Başlayaq, ilk sualı ver. Deməli, uşaqlar bilirsiniz da nəyə görə gəlmişik. Yemək mədəniyyətinin... Qızıldır. Siz onlar sualları. Hə. Zəhmət olmasa icazə verin. Felix Beyləri yoxlamısınız. Bəli. Mesajları göndərərsiniz hamısına. Amma onun başına necə olqan var? İcazə verəsiniz sualları Sus da, deyə. İndi 10 milyon olur. Uşaqlar, yemək mədəniyyətindən nə bilirsiniz? O 5 dənə xəttdə olan çəncə... Dırmıqı deyir, dırmıq. Dırmıqla yeyirik. Dırmıq? Dırmıqdan ha, o şey var, batırırsan o bütün... Çəngəl demək istəyirsiniz yəqin. Hə, çəməndir, çəngəldir ondan. Bir kamyon, Hə. bir kamyon. Hə. Bəs uşaqlarımız hobiləri var onların, nəyinəsə məşğul, futbol oynamaq, nə bilim. Koyma nədir? Kombi deyir dəsən. Kombi. O isti Hobbi. Kombimiz var ha, evdə qoşulub, şeydə qışda yandırır, Ali ərim verir onun şeyini. Ay nənə, kombi yox. Hə. Kombi yox, hobbi. Hobbi nədir? Hobbi, at çapmaq. Üzmək, şəkil çəkmək, Hə. hamısının qarışığı olan. Mən çobanlıq Hə, edirəm. Dubaya getmək də hobbi sayılır. Hə, indi bilirəm da.
Desənə. Hə. Siz bayaq dediniz nə ilə yeyirsiniz yeməyi? Nə idi onun adı? Dırmıq. Dırmıqla. Vilka deyirlər. Vilkanı hə? deyirlər. İndi sənin qabağına bir xaş gəlsə, vilka ilə necə yeyəcəksən onu? Xaş nədir? Xaş yeməmisən, belə qoyurlar. Xaşı nəyə yeməmişik, onu qəşən yeyir, o sümüyünü də Hə. soğurmuşuq, onu atmışıq. Sümüyünü itə də lazım, özümüz elə boğazımızdan udmuşuq. Onu vilka ilə yeyirsiniz? Yox, əlimizlə. Nə vilka? Velkanı nə edirəm mən? Biz velka bilmirik. Əllə yeyirsiniz. Hə. Belə sıyırıb yeyirsiniz. Hə, şeyləri əlimiz, dırmıqla. Dırmıqla. Vilka. Hə, dırmıq. Siz danışın zəhmət olmasa, uşaqlar məktəbdə özlərini necə aparırlar? Mənim uşaqlarım əlaçıdır. Onların qiymətləri 5 ləndir. Mənim gözəl balalarım, ay ya, üzündən, sıfatından bal yağır. Bunların qiymətləri 5 ləndir. Şərəf lövhəsindədir şəkilləri. Çox sifətinə düşməmsən. Xalçanı hardan alırsınız? Hə? Xalçanı hardan alırsınız? Xalça şeydən gəlir, İrandan. Az nə qəşəngdir bu, deyəm. Ay, belə vurulduq sənə. Nə qəşəngdir. Belə vurulduq. Təzə toxunulmadır bu. İrandan gəlib, ərəm alıb. İrandan gəlib, ərini alıb. Bir dənə deyərsən, mənə də zakaz eləyər, mənə də alarsan. Deyərəm. Razmeri götür. Deyərsən, siz nədir olmadı, əriniz yaxşı baxmırsınız. Mənim ərim çox gözəl və baxır mənə. Görünür. Mən mədəniyyət sərdinin yoldaşıyam, özü gələ bilmədi, mən gəldim. Görünür. Dedi, sən həll elə məsələləri. Suallara Davam elə. Uşaqlar, bəs tualet mədəniyyətindən nə bilirsiniz? Ümumiyyətcə, bilirsiniz tualet nə olan şeydir? Tualet çöl deyirsiniz. O qapı... O... Hədə Siz qapının ağzını eləyirsiniz? Yox, bilirsiniz, bilirsiniz, onun tualeti gələndə, o çox vaxt küçədə, 7-24 küçədədir mənim uşaqlarım, futbola oynayır. Futbola, topla oynayır, onu da bilmirsiniz, siz nətər şeydən gəlir? Futbol deyirlər. Aristokratsınız. Onlar şeydən futbol oynayırlar, orada həmişə tualetləri gələndə orada bir kişi oturur, botkada. Botkada ora çağırır, orada eləyirlər, kişi də təmizləyir, elə yola salır bunlar. Da evdə tualetə ehtiyac yoxdur. Gül kimi də tualetimi istəyirsiniz, baxa da bilərsiniz. Uşaqlarımız həmişə küçədə, bayırda gedir tualetlər. Küçədədir də mənim uşaqlarım. Bəs siz Mağarmalıyıq. onlar oxuyurlar, tədris alırlar, küçədə. Gecə gəlirlər, oxuyurlar. Nə deyə Akpi, qan xoruz, gözləri mərcan xoruz. Mən qalmadım, sən qandın. Onlar bir dənə şeir desin, baxaq. Bilirsən, keçini deyir. Keçini deyir. Deyə yoxsa 2 milyon kəsirəm. 2 milyon getdi de də. Hədə 8 milyon. Dana! Öyrətmişsiniz. Kiti, qoruz, xoruz. O Nə tezdən durursan. Abi, otur. Sən bilirsən nəsə Dədəsi şey. fərəsətsizdə özünə onu oxşuyub. Bilmirsən? Keçi nədir? Keçi də, Şey, belə. dana, yox bu bilmir, bu elə şeydir, birinci. Heç nə bilmirlər, mən Bunlar şokdayım. birincisi. Bəs olar sən deyəsən. Mən? Hə. Mənim o yaşımda, mən sənə şeir deyim. Biz özüm 5 milyonu kəsərəm. Vay, sən deyirəm ki, ay yolka, adınız necə oldu? Məsmə. Hə, Məsmə. Deyirəm ki, o mənim o yaşım deyil, mənim 50 yaşım var. Mən nətər sənin qabağında şeir deyim indi bu yaşımda? Aha ki başda. Nə deyim? Başda şey, ay pipi, qan xoruz. Ay pipi, qan xoruz, gözləri mərcan xoruz. Gəldim səni dimdikləməyə, sən məni dimdiklədin. Sən elə bil keçmiş həyatında petuq olmuşsan. Yox, nədir o? Mənim petuqluğum var da görürsən. Deməli sən mənimlə bir işləmirsən. Adı elə şey olur, yox. O da nə? Sən belə şeyləri yaxşı sən bilərsən, başındakı yolkadan bilirsən. Adıma söz çıxartmayın. Sən o bir dəqiqə durub gedərik, o milyona qalarsınız belə baxaq. Yox, qadınlarım, hara gedirsiniz? Siz Sualları verin. Tıncıxıram. Hə, gördüm biraz. Mən də sizdən tıncıxıram. Mən zəhmət olmasın, mövzumuza qayıdaq. Sual ver. Bəs uşaqlar, siz belə yatma durma saatınız necədir? Gün ərzində nə edirsiniz? Səhər dururuq evdən, bir dənə çörək yeyirik, sonra da anamız bizi diləndirməyə göndərir. Diləndirmək yox, o gedir dədəsindən pul istəməyə. Həmişə deyirəm, məndə pul yoxdur, dədəndədir. Ged o başı batmış. Yox, küçə gəzirik. Dədəm var, özünə tuman ala bilmiş.
şey nədir o, dədəsi gedir həmişə orada onlara pul verir 5 manat, 10 manat, onu deyir. O dilənməkdir dədəndən alırsan, başqa kişidən alırsan sən. Dilənmək pul istəyir ondan bundan. Dədəsindən istəyir xanım, dədəsindən istəyir. Onu başqa dədəm, hə. Elə nəyin iyisi gəlir? Ay nəyin, nəyin var? Uşağın atası hardadır? Televizor yanır orada, deyir inək. İnək var orada. Hə, Mosu ilə Tosu. Biraz da iyi gəldi. Şey, Tosu ilə Tosu deyil, o fermalar var, multik onlara baxırlar. Bəs iyi hardan? İyi hardan gəlir? İyi şeydə, bu at qonşumuz uşaq həmişə pampersini dəyişəndə Karova iyi verir. Ona görə onlar həmişə biraz pintiləri, altdakılar evinə... Səndən gəlmir. Kvalitet... Gəlir gəlir məndən. Ondan gəlir. Ondan gəlir. Nəyə bu Karova yapışır? Sizdən gəlmir. Məndən gələn bilməz. Duxu ilə gəlmir, bir tərik gəlir. Ta что такое? Məndən gələ bilməz. Siz dəqiq nazirsiniz. Ay xanım, sənə lazımdır. Durun çıxaq gedəsin. Yo, oturun, xahiş edirəm, nə danışırsınız? Xalan başında yolka var. Hə? Xalan başında yolka var. Yeni ildə ona görə. Xala sənin anondur. Elə anası xaladan da qəşəngdir. Xalan deyir ki, Sual verim sizə. İstərsəniz yenə sən ver, fərqi yoxdur. Bəs qonşu dediniz, qonşularınız da aranız necədir? Gündə Çox gözəl, mənim qonşularım mənim qəlbimdir. Bizim bir yerdə yeyirik, içirik, hə, onu da eləyirik. Ana, yalan danışma, qonşu ilə gündə dava edirsən. Ay, haçan eləmişəm? Bayaq eləmədi. Bilirsiniz nə idi? Anlaşılmazlıq olmuşdu. Elə bil ki, mənim kombinasiyam qalmışdı qonşu gildə. Elə bil ki, kombinasiyamı götürməyə gedəndə qonşunun arvadı çıxdı, dedi sənin nə oxum var bu mənim evimdə sənin kombinasiyanın. Gündə dava eləmirsən. Sus da. Aha, gəldilər. Qapıya baxın, istəyirsiniz. Bu kimdir? Necə ərin deyir. Uşaqlar cavab verir. Kimdir bu? Onu Zilxanla götürmüşük. Hoş gəlmişsən. Ya, nə olur? Nə olur? Salam, Salam, xoş gördük. Mənim qonşum, əziz qonşumdur. Nəsə, qonaqlarım var, amma yenə də deyəcəm, əngəl deyil. De. Hə, yəqin ki bilirsən, onsuz da bütün gün su yalı eləmişəm qapının arasında. Əri bitirmirsən mən. Yox, xeyr. Hə, nə olub? Çox yaxşı bilirsən nə olub, hə? Nə olub bir də? Uşaqların bütün günü 5-dir, 4-dür, 3-dür, fərq eləməz. Bütün, yəni ağıllarına əsəndə gələr tak, qapını döyürlər, qaçırlar. Uşaqlarına tərbiyə ver. Mənim uşaqlarım elədir. Mənim uşaqlarım gülpənnədir. Xeyr, sənin uşaqlardır. Zvanokdan baxıram, qırmızı sifətimə baxırlar. Necə Ya, onlar... O zvanok işarəsi. Zvanokdur. Ya, Bəli, bilirsiniz, o şey edir, o bilirsiniz, mənə şər atır, o bilir, milyon gəlir. Nə şər atıram? Şey, nədir o? Kameralar çəkirir sənin uşaqlığı. Bir dəqiqə, deməkdir başa düşdüm. Siz əslində mədəni biri deyilsiniz, hə? Yo, biz mədəniyik, bu yalan deyil. Sən ya danışaq ora baxırsan. Hə? Gözünə bax, ora niyə bax? O mənim anam deyir, şey... Anandır, sən inci küpəli qız sənin anandır. Hə, o mənim anamdır, elə bir ki, cavan gelibdi, onu qoymuşam. Deyirəm, bir suyun oxşuyor. Profildə ya. Yalan deyirdi, buradan da götürmüşəm. 10 milyon verir. Onu Sibil xanadan götürmüş. Onun vaxtı deyil. Nədir? Bunların yanında gəldim, sən biabır elədim. Nədir? Hə, nədir? Nə mənə qışqırırsan? Yaxşı eləyirəm, uşaqlarına tərbiyə ver. Sən bilirsən, mən Tərbiyəsiz. uşaqlarımı Hə, nə? nev eləyirsən, çünki sənin uşaqların yoxdur, ərin Nikodnudur, ona görə. Tərbiyəsiz. Nə Nikodnudur? Nikodnudur da, qoymusan o şeyi ora. O, Hə, nə? şəhadətnaməni elə bilirsən ki, gözdən pərdə asırsan. Xeyr. Xeyr, sən Tərbiyəsiz. dal qapıdan kişiləri buraxırsan, sən- can dərdini Sən var, çəkmirsən, hayasız. mən gedirəm. Ləhçər. Gedirəm səni. Ged elə. Polisə əlini verəm. çək, Gözləsən. çək. Tərbiyəsiz. Keç. Mənim əlimdə də gözüm Korkma. var elə sənin. Hayasız, ləhçər. Çay içirin, yaxşı, onda. Xoşumuza gəldi, elə bil, maraqlı dalar. Siz gözəl elə ki dalaşdınız. Bilirsiniz niyə? Niyə? Məni gözü götürmür. Onu həmişə, onun uşaqları da yoxdur. O elə gözü mənim yetimlərimdədir. Əlimizdəki nədir? Nə əl uzadırsınız? Sizdəki
stəkanı bilmirsiniz? Yeter çaşka. O nəsə o çaşqadır, o spiçka boydadır. Yok. Hardan içirsiniz? O şeydi. Ondan qəhvəni dəmləyib qayrılar. Ondan istəyirik biz. O Üstündə kofe var, çay kofe içirlər şəkli. bundan. Kofo nədir? Ay, otur. Kofedir, kofeyi bilmirsiniz? O kofodur. Bakayım. Məncə Gedin, burada danışmaq yavaş bir şey yavaş qalmaz. bura. Ay, sındırarsan çox. Belə biz qərara gəldik Hə, ki, hə. Götürün, şəkli Nə götürün. qərar? bunu mən götürürəm. Şəkli götür. Şəkili. Hər ehtimala mən araşdıracağam, bunu tapacağım. O kimdir? Bayaqdan baxışırıq. Hə. Şey, nədir o? Biz belə qərara... O ölü və o sənə ər olan deyil. Sən nəyindir? Hə? Nəyindir bu sənin? O mənim dayımdır. Nazir deyə. Mən bunu tanıyıram. Van Damme oxşuyur. Hə, şeydir, narahat olma, sənə əl verəm deyil o dünyada. Hə. Bu da danışıqdır. Siz oliqarx, nə bilim, aristokrat bir ailə Bunlarda falı oliqarxın ası Az yoxdur. bir öz vidinə bax, elə bu Dubaydan gəlmisən. Nəmə şey eləyirsən? Bir vidivə bax. Aristokrat belə olur. Aristokrat məni kim olur? Qazın qabağında dayanır, əri üçün yemək bişirir, iylənə. Elə qaza toxuşursa mən giydirmişəm onları. Hə. Sən mənim stilistikama söz deyirsən, başa düşmürəm. Nə danışır? Sən mənim stilistikama söz deyirsən. Budur sənin stiliskan. Bəli, qara yaşıl, qəşəng Elə ona gedir. görə qara gündə sana bir Ver bənə, ver bənə. Parisdən almışam. Qərara gəldik. Biz qərara gəldik. Biz sizə sonra zəng eləyəcəyik. Mütləq. Amma indi gedirik işlərimizə. Hara gedirsiniz? Yemək yeməmisiniz. Geçən çolpa var orada bişirmişəm. Çolpanı gördük bayaqdan. Hə. Gedirik artıq biz Gedək. yetər qədər doyduq. Hə. Nuş olsun bizə. Mən təbrik edirəm sizi. Siz 10 dünyanın milyon ən almayın. nəvə. 10 milyon. O Bir biz aşağı bax mütləq bir dənə. sizə zəng eləyəcək, Aşağı bax bir yaxşı? dənə 10 milyon. Çıxarsan bir yerinə. Get. Sən Allah. Səni görəsən xosta Belə mədəni oldu, insan. yoxsa qosta problem? Ay yetim nə əlini uzadırsan onlara? Belə Hə? deməsin. Köpək oğlunu yetimçəsi. Sənə görə Bu elədi on milyonla. hər şeyi. Day dur basın bayrağı. Yetimlə. Day dur. Dur. Yetimçə. Ümid edirəm axşamınız əyləncəli keçir. İkinci skeçimiz Romeo və Juliettanın modern castingi haqqındadır. Nə? Castingi haqqındadır. Casting. Romeo ilə Juliet'dən casting. Bəli, modern Romeo ilə casting. Juliet'dən öncü gələcək yoxsa o aktyor seçir? Aktyor Aktyor seçiləcək. Aktyor seçir. Nə qəşəng enerjiləriniz var. Çox sağ olun. Yaxşı, baxaq görək nə var. Xoş izləmələr. Xoş istəmək. Alo. Bəli, narahat olmayın. Hər şeyi bugün seçəcəm. Bilirəm. Bəli, bu günlərim aktyorlar seçilib sizə göndəriləcək. Güvən. Tamam, sağ olun. Neyim mən, vaxtım yoxdur. Gəlin. Salam, xoş gəlmisiniz. Adınızı öyrənə bilərəm. Rako, Vako, Jako. Bəli. Bəli, Sizə Romeo və Julietta. Bəli, başa düşdüm. Çox gözəl. Sizdən o işığı aldım. O Romeo Juliet dediniz, yəni məndən aldınız. İndi sizə təklif olunmuş vəziyyətlər veriləcək və siz ona uyğun davranmalısınız. Yaxşı? Düşünün ki, bir romandasınız və səhnədəsiniz. Belə bir şey deyək ki, fikirləşin ki, siz bir qaladasınız və paltar asırsınız. Asım. Bəli, paltar asırsınız və Romeo qıraqdan gəlir və sizi görür, aşiq olur. Yaxşı. Mən buradan gəlir. Bəli, oradan gəlirsiniz. Başlayım mən. Bəli, başlayın. Yaxşı. Baxmıram ha ona. Xanım, baxmırsınız. Deyil. Salam xanım. Bəlkə quruğuma qoşulasınız. Ona gel. Anava bacığa dinə. Ay xanım, kəsdi. Ana bacı nədir? Qurq nədir? Uşağınız da burada üstümə tüpürür. Başa düşün. Bu nədir? Bax, bu semiyadır, hörmət söhbəti. Sən başa düşmürsən Xanım, belə şey şey. nədir? Belə biz səhnədəyik, biz Elə səhnədə semiya İncə yoxdur. sənətdən danışırıq. Yox, səhnədə semiya yoxdur. Xanım, ailədir də, ailə. Bu mənə başa səbəşdir. düşürəm, başa düşürəm. Bura Bu başa səhnədir. düşmür, bir dəqiqə. Xanım, bura səhnədir. Simyadır, nə bilim, tüpürməkdir, belə şeylər olmaz. Niyə sən tüfürmürsən? Tüfürcə yığılmır. Xeyr, bura səhnədir, belə şeylər olmaz. Yaxşı, sən Nəysə, başdan alırıq, başdan Bir də alırıq. Təzədən gəldik. Siz anlamadınız deyəsən. İndi belə götürəcəyik. Siz çıxmısınız qalaya, biraz nazlı olun, biraz
necə deyim, valeh eləməlisiniz siz Romeonu. Olub da valeh onsuz da. Külək əsir, külək Əl əsir. vurma, xoşlanmır. Yaxşı. Külək əsir sizi belə, saçlarınızı belə havada belə, necə deyim, belə atır göyə də başa düşdünüz. Belə aşiq olacaq sizə. Əzilim üzülüm. Bəli, əzilin, büzülün. Nə edə bilirsiniz? Ay, bizim Cilvələndirin. mirdə belə söhbətlər yoxdur, nə üzülüzü? Xanım, bura səhnədir. Bizə Burada tərsdir eləməlisiniz. bunlar. Bizə tərsdir bunlar. Tərsdir onda gəlməməliydiniz. Eləyin. Vaxtım yoxdur mənim. 5 saat yalvardım, nə oldu? Nə oldu? Xeyr, mən yalvarmırdım. Xahiş edirəm, buyurun. Mənim vaxtım yoxdur, uzatmayın İndi sözü. gözlə bir dənə. Elə. İndi sən elə, görərsən elə. necə. Bax, Elə ev yox görəm. diqqətlə. Aha. bax. Salam xan. Bəlkə tanış olaq. Onu get mama və bacı var dinə. Ay xanım, kəsdik. Demədim belə elə. Dedim belə elə, ana bacı nədir? Oradan Səhnədir bura. girilir, ailədən girilir. Ay Xanım, xanım. bura səhnədir. Xanım saxla, Bu mən məni şəxsən əzir. aşiq oldum. Bu məni əzir. O vurulub bax, burdadır. O sizə o cür evdə o şeylər ola bilər. Sizin əsl həyatınızdan getmir burada söhbət. Biz burada səhnədəyik. Başa düşdünüz? Kondisionerdən zaxtan qoşardı sizi. Pisti bastı. Xanım, nəsə, siz bunu anlamırsınız. Sizə başqa uşağınız, məsələn, uşağınızla birgə verəcəm sizə. Ver. Fikirləşin ki, indi uşağınız da sizin eşqinizi belə harlayan belə. Ona görə də uşağınızı qoşacam. Qoş. Deməli, fikirləşin ki, oturmusunuz bir çəmənlikdə və yaxud da oturmamısınız. Belə çəmənlikdəsiniz, belə dayanmışsınız və aranızda da uşağınız var. Bir-birinizə eşq, məhəbbət sözləri deyirsiniz. Başa düşdünüz? Bu romandır, bu eşq romanıdır. Xahiş edirəm, bacara bildiyiniz qədər eşq sözlərindən istifadə edin. Biraz incə davranın. Siz Julietsiniz, siz qadınsınız. Belədir də Siz də Juliet. elə davranmayın biraz. Bəli. Xoşun gəlmir əlimin davranmaya. Xeyr. Əsəbləşmə, Onu əsəbləşmə, evdə əsəbləşmə. Yox, bir dəqiqə. O mən Özüm əllə eləyəcəm, bir kurumu dəqiqə çağır. xoşun gəlmədi. Xanım, bura səhnədir. Bir neçə dəfə Əsəbləşmə. təkrarladım. Bu mənə çönlər. Bu mənə çönlər. Bax, bu deyil Allah haqqı deyil işlədir mən. Saçda fəlli eləyəcək çıxartdım. Söz vermə. Yaxşı, mən qələt elədim. Yəni siz buyurun. Yeniyək, hardayıq denəndə? Dedim də çəmənlikdəsiniz. Hə. Başqa yer tapmadı. Gəzirik. Xeyr, gəzmirsiniz. Çəmənlikdəsiniz, durmusunuz, bir-birinizə dururuq. eşq sözləri deyirsiniz. Çəmənlikdə kim durub bir-birinə eşq sözü Xanım, bu deyir? romandır. Başa düşdünüz? Evin içində deməyəsiniz ki, Elə evin içində Xeyr, deyirəm. romanda Ay. təbiət Nə lazımdır. deyim? Başa düşdünüz? Quşların səsi, külək. Bəli, buyurun. Yaxşı. Bir də Aha. təkrarlamayacağam. Əzilim üzülüm yenə. Əzilin, əzilin. Mən də danışım, söz deyim. Bəli, danışın. Cako, Ay Rako. bilsən səni almışam. Nə almısan? Kəpənək. Oy Rako, belə seviyə etirafı yoxdur Yoxdur, Zeko. Xahiş edirəm, kəsdik. Bəyənmədin? Kəpənək nədir? Bəyənmədim. 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 Əsəbləşmə, yox, Bir əsəbləşmə. dəqiqə. Bəyənmədim. Bəyəndim, çox Yəni gözəl nə idi. dala çəkirsən? Xəyalımdır ki, Yox. kimsə mənə kəpənək yazsın. Çox bəyəndim. Çox bəyəndim. Bəyənib də bəyəndim, çox bəyəndim. Biri sən hədiyyə eləyəcək. Bəli. Mən sizə zəng eləyəcəm. Sizi çağıracam. Mütləq. Siz mənə o kəpənəyin birində hədiyyə eləyərsiniz. Nə rəngisən? Bir dənə. Fərq eləməz, fərq eləməz. Bənövşə, qırmızı. Bəyəndiniz də yəni. Bəli, çox gözəl, çox. Bəyənməzsə kurumu çağırırım. Sən gələ. Ay Allah, sizə zəng eləyəcəm. Sıradakini çağırın. Vaxtım yox. Sıradakı gəlsin. Salam. Salam xanım. Hello. Salam. Sizdən çox gözəl cilvə aldım. Sizdən nəsə var. O işıq görürəm sizdə. Bəli, mən Nigulya. Aha, Fatih. Fuatik. Yəni sizdən belə başqa deməyim, yaxşı çıxmaz. Nə oldu xanım, nə var ki? Sizdən başqa şey vibe aldım. Fatih kimlə lütfən elə danışmayın. Aha. Nəysə, vaxtım yoxdur. İndi siz bilirsiniz ki, Romeo və Juliet əsəridir bu. Yəqin ki, oxumusunuz. Bəli, bəli. Bəli. Mən Romeo-yam da, Romeo. Bəli, siz Romeosunuz. Mən də Julietta. Bəli, bəli. İndi sizə təklif olunmuş vəziyyət veriləcək və siz onu eləməyə çalışacaqsınız. Amma yəni ev şəraitində yox. Sanki yəni nağıldasınız, o əsərdəsiniz. Elə düşünün. Düşünün ki, yenə bayaq verdim, eləyə bilmədilər tam. İndi sizə verim onu. Çəmənlikdəsiniz və Mən çəmənli yazada bilmərəm. Mənim aşkım Atıra uzana bilmərəm. yaxşı, Üstüm batar. yaxşı uzanmayın, belə dayanarsınız, eyib olmaz. Dayanarsınız. Olur.
Çəmənlikdəsiz və yəni hava sizi yeməyə xoş eləyir, quşların səsi, cikiltisi, belə hava çox gözəldir, başa düşdünüz? Eşq havasıdır. Bir-birinizə eşq sözləri deyirsiniz. Bəli, sizdən gözləyirəm. Buyurun. Fatih, bugün akşam hara gedirik? Restorana aparım sən istəyirsənsə. Hansı restorana? Ürəyin istəyir restorana getməyək. Voltu açım, Voltdan yemək zakaz edeyim, sushi evdə yeyək. Çox severəm. Kəsdik. Biz əsərdən danışırıq. Sushi nədir? Restoran nədir? O vaxtda, yəni əjdaha əti məsələdir. Sushi nədir? Əjdaha ətindən bir süfrə qurun ona. Nə bilim, üzümlər olsun orada, şərab olsun və yaxud da bir meyvə suyu olsun. Başa düşün. Sushi yox. Mən əjdaha əti yeyə bilmərəm. Mən Bilmirəm. Az əjdaha əti sən yeyirsən. Çaşdırdınız məndə, əjdaha əti yoxdur. Bir nə bilim, hinduşka əti olsun, nə? Toyuq əti olsun. Başa düşdünüz? Mənə də şey elədiniz. Hə, təzdən alırıq. Fatih, bugün akşam hara gedirik? Restorana gedək. Hansı restorana? Ürəyin hansına istəyir ona gedək. Amma əjdaha əti yeməyək. Aha. Xanım, nə oldu? Nəsə, siz bunu da eləyə bilmirsiniz. Sizə başqa bir şey verəcəm. Sırf onun içindən, o əsərin içindən verəcəm. Ölmə səhnəsi. İndi fikirləşin ki... Mən öləcəm. Siz ölməyəsiniz. Oxumamısınız siz əsəri? Oxumuşum. Xanım, mən ölmək istəmirəm. Fatih ölsən. Xanım, əsərdə elədir. Xahiş edirəm, axıra qədər qulaq asın və sözümü kəsməyin. Mənim vaxtım yoxdur. İndi siz gəlmişsiniz fikirləşin ki, belə zəhər içəcəksiniz və belə öləcək, özünüzdən gedirsiniz. Və siz də onu tutursunuz bir qəhrəman kimi, başa düşdünüz? Qəhrəman kimi. Və bəli. Və aranızda o elektriklənmə olsun. Və baxan insanlar desin ki, oy da necə gözəl tutur, necə eşqlə tutur, başa düşdünüz? Fatih, mən tuta bilərsən. Tutacam aşkım. Bəli, tutacaq sizi. Bəli, sizə güvənirəm, sizdə o işıq var, görürəm. Xahiş edirəm, başlayın. Nə için? Zəhər içəcəksiniz. Sanki buyurun, güya mən sizə verdim, için. Yox da heç nə. Vəziyyətə inanın. Aha. Yox da. Fatih, bir tərəfə xahiş edirəm. Tuta bilmərəm. Ay Romeo! Ne edirsiniz siz? O nə səsdir? Alın, hey! Bu nədir? Mən beləyəm də, doğuşdan beləyəm. Necə yəni doğuşdan belə? Belədir. Sizdə nəsə bir şey var, amma sizdə başqa şey var. Ben anlamadım, o nə səsdir? Belədir də, məndə Mən belədir. səsindən deyincədir. Fatih, elə deməyin. Neyse, xahiş edirəm, biraz vəziyyətdə olun. Yəni, vəziyyətdə olsanız o səs də yəni gedəcək sizdən. Dırnaqlarım necədir? Yaşlı. Vaxtım yoxdur. Vurursunuz mənə Fatih kimi. Yaşlanım, mən qərət elədim. Bəli, təzdən. Yaxşı, siz o səs, elə səs çıxartmayın, xahiş edirəm. Yaxşı. Biraz kişi kimi, siz Romeo'sunuz, başa düşdünüz? Yaxşı. Bir əsər qəhrəmanısınız. Yaxşı. Tamam, sizə güvənirəm. Buyurun. Romeo! Sizdə nəsə var? Bir dəqiqə, xanım, bir dəqiqə. Məndə Səs belə. Sizdə alınmaz. Fatih, necə yəni? Mən toxunanda səsini dəyişmir. Səndə alınmır. Sizdə alınmır. Mən seyid nəvəsiyəm. Bilirdim ki, nə vaxtsa belə bir şey olacaq. Mənim də seyirli güclərim var. Sizə vurun. Bəli. Nəsə var? Nəsə, indi təzdən alırım. Mən bunu qəbul edə bilmərəm. Xanım, sizlik bir problem yoxdur. Mən seyid nəvəsi olduğum üçün, yəni. Mən bilirdim ki, nə vaxtsa belə bir şey olacaq. Fatih, sən evdə danışacaq. Nəysə, aldım. O Yenə- işığı sizdən də aldım. Yenə barmaq vurun, mən düzələcəm. Bəli. Bəli. Təzdən alırıq vəziyyəti. Romeo, ölürəm. Güzel də. Ay, düzəldim mən. Düzəldim, yaxşıdır. Aha. Getmir, siqnal getmir. Yox, superdir. Yox, çox yaxşıdır. Danışın, biraz da diyalog. Vəziyyət bomba kimi, çox düzəldi. Çox gözəl. Aha. Çok tapdım sizi. Düzəldim. Çox gözəl. Şükür. Çox. Gəlin gedək, vaxt itirməyək çünki vaxtı Bugün çəkilirik. Bəli, bugün çəkilirsiniz. Gətirik. Bravo, birinci növbədə təbrik eləyirəm. İkinci skeç elə bil daha çox xoşuma gəldi. Bilməm nəyə görə elə oldu. Ümumiyyətlə bu aktyor sənəti komanda işidir əlbəttə ki. İndi Nigar
Nicat o biri Nicatla dirəşdi, əməlli başlı. Orada gördüm improvizasiyaları, nətər ağzının payını verdi. Nicat özü şoka düşdü ki, o biri, bu nə danışır? Hələ birinci dəfədir belədir. Fuaddan gözlənilməyən qəşəng nəticə, xüsusən də ikinci skeçdə, Nigardan həmçinin. Tamerlan, Ümid indi təzədir, əlbəttə ki, indi biraz tələb edir, biraz da girişməlidir. Birinci skeçdə Ümid daha yaxşı idi. Oradan eləyirdi, ötürürdü oradan, pas atırdı. Tamerlan, Mehri ikinci skeç, bayıldı. Qaqa obrazı, qırğın, qəşəng trendə düşəcək sözləri var orada. Təbrik edirəm. Dənizi mən belə gözləməzdim açığı. Deniz normalda belədir normalda. Normalı belədir, amma obrazda konkret fokuslanmışdın, prosesin içərisində idin. Hər birinizi ayrı-ayrılıqda təbrik edirəm. İlk səhnə təcrübəniz idi, belə deyək də, skeç olaraq, improvizasiya aktyorluğu olaraq. Əlbəttə ki, bundan sonraki prosesdə daha da təkmilləşəcək. İlk dəfəyə görə çox yaxşı, təbrik edirəm hər birinizi. Çox sağ olun. Buyurun, söz sizindir. Başlayaq Fuaddan, gedək Üzə tərəfə. Hər kəsə salam, Fida. Çox sağ olun gəldiyiniz üçün, izləmək üçün. Müəllimlərə də təşəkkür edirəm, hamınıza birər-birər. İlk başda bura gəldiyimdə biraz çəkinirdim, utanırdım. Yəni, çox utanırdım, yəni sözün açıq yalan deyil. Nə deyim. Sonra qrupdan birləşdim, hamısına bir-birinə aktivitələr elədik. Yəni, necə deyim, yaxşı oldu. Mən ilk öncə bizi izləmək üçün gələn tamaşaçılarıma dərin təşəkkürümü bildirirəm. Onlara başda siz olmaqla sizi təbrik edirəm ki, bizi yetişdirib ərsəyə çıxardırsınız. Bizim müəllimlərimiz, Rəşad müəllim, siz. Yəni, çox gözəl bizə dərs verirsiniz. İlk başda mən bura gələndə çox utanırdım. Yəni, baxmayaraq ki, universitetdə oxuyuram, mənim komplekslərim var idi. Bura gələndən sonra bəzi kompleks, düz indi həyəcanlandım, amma yenə də ilk skeçimiz deyəndə çox həyəcanlandım. Amma yoluna düşəcək inşallah. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Yəni, Allah sizdən razı olsun. Öncəliklə hamınıza təşəkkür edirəm bugün bura gəlib bizi izlədiyiniz üçün, dəstək olduğunuz üçün. Başda Zaur müəllim olmaqla, sonra Rəşad müəllimə, digər qrup dostlarıma təşəkkür edirəm. Nə yaxşı ki, belə bir ortamda çıxıb özümüzü göstərə bilirik, hər hansı bir təcrübə qazana bilirik. Doğrusu, skecin ən başından bəri çox həyəcanlıyım. Bura çıxmamışdan bəri belə çox həyəcanlıydım. Sözlərimi unudacağımdan qorxurdum. Amma improvizasiya olduğuna daha rahat oldu ki, sözlərimiz yadımıza düşür. Özümüzdən yeni sözlər edib, vəziyyətə uyğun göstəririk özümüzü. Belə, çox sağ olun. Bir daha hamıya salamlar. Çox sağ olun ki, gəldiniz, bizi izlədiniz, dəstək oldunuz. Başda Zaur müəllim olmaqla, Rəşad müəllim və valideynimə də çox təşəkkürümü bildirirəm ki, həmişə dəstək oldular bizə, bizi bu hala gətirdilər. Mənim keçmiş halıma desəydilər ki, belə səhnəyə çıxıb skeç göstərərsən, heç inanmazdım. Amma gəldim, gördüm ki, həqiqətən eləmək olurmuş. Yəni, inansan, hər şey əldə eləmək olur. İlkdir, inşallah qrupumla bir yerdə daha böyük layihələrdə iştirak edərik. Başda Zaur müəllimə, sonra Rəşad müəllimə, bura gəlib izləyənlərə və valideynimə çox təşəkkür edirəm. Mənim üçün, hamımıza çox sağ ol demək istəyirəm ilk başda. Mənim üçün bu eksperiment deyək də özümlə bağlı. Bu qədər gözləmirdim əslində. Çünki mən sizə demişdim, mən Bakıya gələndə çox daha belə sıxılı vəziyyətdə idim. Amma indi səhnədə də istərsəm həyəcan var, amma çox belə xoş bir həyəcandır. Mən fikirləşirəm ki, əgər o olmasa, deməli, bəlkə də heç bura aidiyyatım olmazdı. Ona görə sizə və Rəşad müəllimə çox sağ ol demək istəyirəm. Bu qədər. Hamıyı salamlayıram. Etüd imtahanında da bu qədər çox adam var idi, gözləmirdim. Bu səfər ümumiyyətcə gözləmirdim, amma yenə çox adam var. Hamı gəldiyinə görə çox sağ olun ki, gəldiniz. Motivasiya verir, əksinə belə xoş olur ki, insanlar gəlir falan. Ən yaxşısı ola bilərdimi? Təbii ki də məncə çox şeyin, yəni ən yaxşısı ola bilər. Prosto indi orada elə idi, olanımız o idi. Təbrik edirəm uşaqları, bildiyimiz kimi ilk dəfədir səhnəyə çıxırdılar. Ona görə bu cəsarətləri məncə alqışlamaq lazımdır. Çox sağ olun ki, onlara dəstək olun.